Hər vaxtınız xeyirli olsun əzizlərim. Bizim bugünkü mövzumuz məktəbimizə əsr olunub. Bugün lisey haqqında öyrənmək və öyrəndiklərimizi sizlərlə paylaşmaq istəyirik. Gəlin bunu elə uşaqların özündən soruşaq. Aha, budur, dostlarımızdan biri gəlir. Salam. Tutaq ki, salam. Sizin fikrinizdə lisey hardan başlayır? Dahi Mopassan demişdir ki, bu dünya bir teatrdır və biz onun aktyorlarıyıq. Siz aktyorsunuz. Bəlkə də aktyoram. Mənim sinif rəhbərim demişdi ki, Kənan, sən əsl aktyorsan. Və sizin fikrinizdə lisey hardan başlayır? Şəxsən mənim üçün lisey mühafizəsindən başlayır. Gəldi. İyi gəldi. Nə olub? Nədir? Yenə otub qalmısan? Zəngsən sonra heç kəs dərsə buraxılmır. Bax, kiçoda otura bilərsən. Sinif rəhbərin olmadan səni buraxan deyiləm. Hətta səndən kəlmə belə kəsmək istəmirəm. Siz təsəvvürünüzə belə gətirmirsiniz ki, mənim başıma nələr gəlib. Elə o dəqiqə anlayırsınız, dalaşırsınız. Nə olub? Nə baş verib görəsən? Bu oğlan həmişə dərsə gecikir. Hər dəfə də müxtəlif bəhanələr gətirir. Heç səni tanımama fikrim belə yoxdur. Mən heç bilmək belə istəmirəm. Mənə rəhbərlikdən icazə arayışı gətir ki, sən istədiyin vaxt məktəbə gələ biləsən, istədiyin qədər yata biləsən. Əgər belə bir arayışın yoxdursa, valideynin məktəbə gəlsin. Mən nə eləmişəm, aydınlaşdırmamış valideynlərimi çağırırlar. Bəlkə də mən özüm qəhrəmanlıq eləmişəm. Papacanı, deyin görüm, bugün şəhərə çıxmısınız? Çıxmışıq. Bəs siz? Çıxmışıq, nə olub ki? Bunun gecikməklə nə əlaqəsi? Hiss elədiniz soyuqdur. Nədir ki, mən hava soyuq olanda dərsə gecikmək olar? Necə ki nədir? Şaxta düşən kimi küçələri qazmağa başlayırlar. O da həmin qazılmış qoya düşdü. Papacanı. Kimi deyirsən? Kim düşdü qazılmış? Kim olacaq? Səmayə nənə. Səmayə nənə? O kimdir? Qonşumuz, mən tez fövqələdəni sağrası oldum. Fövqələdəni? Fövqələdəni? Hara getdiniz? Adını danışım, görə gecikmişəm. Vay, sən nə danışırsan? Nələr baş verir Nə görəsən? olmuşdu? Səməyə nənə ocaq qalanmışdı. Yox, quyu çox dərin idi. Nərdivansız da düşmək mümkün deyildi, papacanı. Nərdivan? Nə nərdivan? Nərdivan da dırmaşmaq üçün. Yaxşı da, bəs sonra? Sonra mən fövqəladən gözləmən oldum. Yazıq Səmayə nənə mənə getməmək üçün çox yalvardı. O qorxurdu ki, bir daha heç bir canlı görə bilməz. Nə etməliydim? Yazıq arvadı, quyuda tək kimsəsiz qoyub getməliydim. Papacan, yenə göpə basırsan. Mən? Yox. Fövqəladən işçiləri buz bağlamış küçədən duz səpirdilər. Ona görə də gecikirdilər. İstəyirsiniz əmimdən soruşun. Nə mi? Bu göpçünün əmisi də var. Görsən o da bunun kimi göpçüdür. Eşitməmsən, yalancı şəhədəli yanında olacaq. Mənim əmimi tanımırsınız. Siz bilirsiniz mənim əmim. Oy, sən necə də yalancısan, necə də göpdüsən. Budur, sinif rəhbəri gəldi. O, səni aydınlaşdırsın. Yenə sən, bu dəfə nə eləmişsən? Birinci dərsin axırında gəlir. Bilirsən nə var? Mənim səbrim tükəndi. Valideynlərin gəlsin, nə qədər olar? Mən heç nə eləməmişəm, papacanı. Siz bilirsiniz mən. Nə mən deyirsən? Mənə heç nə demə. Heç nə eşitmək istəmirəm. Sənin uydurmalarını çox eşitmişəm. Tez ol dərsə. Olsa sənin uydurmalarınla bax buradayam. Papacanı. Yox, verin anlaşalım. Papacan, bu nə danışırsınız? Başa düşdünüz? Rauf, mən də heç nə başa düşmədim. Hər şey belə olur. Bir ayda dərsə gəlmirəm. Deyirəm ki, indi müəllimə zavus görsə, ey mənim halımı. Bilmirəm nə edeyim. Tapdım.
dərsə gəlməlisən. Yusif, sən bilirsən ki, sənin qiymətlərin birinci yarım illikdə 2 çıxır. Amma sən bunu düşünmürsən. Qiymətləri düzəltmək istəmirsən. Anne, baxın, qolum sınmışdı. Düz bir ay məktəbə gələ bilmirdi. Düz bir ay? Hə, deyirəm axı məktəbdə niyə belə sakitçilikdir? Yaxşı, de görüm, arayışın var? Yox, mənə sınıqsız dedi ki, məndə arayış olmur. Məndə yalnız yaxşı gips olur. Gips? Nə gips? Hə, qolumu sındırmısan. Böyük bir iş olub. Ayağı sındırmamısan, dərsə gəlmək lazım idi. Mənim qolum bəlkə ağrıyırdı da. Bu sənin günahındır. Mənim? Əlbəttə sənin, yox bir mənim. Sən niyə qolu sındırmısan? Gözüntüdə sındırdım. Sən necə gəzirsən biləndə ki, sənin qiymətlərin 2-dir. Günahkarsan, ona görə təcili valideynlərin liseye gəlsin. Mən heç nə başa düşmürəm. Mən günahkar sayılmayanda, həmişə mən günahkar çıxıram. Burada heç mənim valideynim niyə olsun? Mənim valideynim günahkar deyil ki. Əşi. Elə mənəm günahkar. Dostlar, məktəb hardan başlayır? Sualımızın cavabı bir qədər qəlizləşir. Mən deyərdim ki, zənginləşir. Gör hardan başladıq, haralara deyək gedəcəyik. Odur, sözü uzatmadan keçək Nəbixana. Kimə? Nəbixana, hansı Nəbixana? Namazov Nəbixan, bu hər zaman mən deyiləm deyən Nəbixan. Buna bax, Nəbixan liseye tək gəlməyib, anası ilə gəlib. Daha doğrusu Nəbixan anasını Yaxşılar. Aha, Nəbixan, buyur danış. Qoy anan da içsin ki, sən bu məktəbdə nə eləmişsən, daha doğrusu nələr törətmişsən. Həmişə belə olur. Bir şey olan kimi mənim adım çəkilir, hansı ki bu mən deyildim. Mən yazıq heç nə eləməmişəm. Ən başçası budur. Bütün qiymətlər ikidir. Dərslərdə heç nə eləmir. Gördünüz, özünüz də etiraf edirsiniz ki, dərslərdə heç nə eləmirəm. Bitti, səbrim tükəndi. Atana deyəcəm. Sən bundan sonra Lego görərsən. Legomun bura nə dəxli? Mən özüm üçün oxuyuram. Bu aydındır. Aydın olan başqa şeydir. De görün, bəs dərsdə kimin üçün miyaldıyırdı? Miyaldıyırdı. Miyaldıyırdı. Bu mən değildim. Sən değildin. Bəlkə doğrudan da günahkar bu deyil. Bu il anan 10 yaş tamam olur. Təəssüflər olsun ki, odur. Oğlum, sən niyə belə edirsən axı? Bu mən değildim, bu. Bu Nurbanu idi. Nurbanu miyaldıyırdı. Nurbanu mənə dedi ki, heç vaxt pişiyin miyaldamadığını eşitməyib. Mən sadəcə ona göstərmək istəyirdim. Amma bu mən deyil. Nəbixan, balamsan, sən tənəffüsdə miyalda. Dərsdə bunu etmək olmaz axı. Mən sənə görə dəyirdən qabıqdan çıxıram. Hər əziyyətinə qatılaşıram. Sən isə burada durub miyaldıyırsan. Hələ siz ardına qulaq asın. Hər bir ikisi dərsində müəllim deyib ki. Müəllim deyib də, mən nə dedim ki? Nə deyib ki? Müəllim İsaqiyyatın haqqında məlumat verib. Aha. Oğlumsa deyib ki, günahkar o deyib ki, İsaqiyyatın başı almaya dəyir. Bəlkə doğrudan da günahkar bu deyil. Mən də belə düşünürəm. Amma siz bunun düşüncəsinə baxın. Deyib ki, Newton başından zədə alıb. Mən isə onun səfir kəşflərini öyrənməyə məhkumam. Mən günahkaram ki, Newton başından alma deyil. Mən günahkaram ki, Newtonun başı zədə olub. Mən günahkaram ki, Newtonun başı xərab olub. Mən günahkaram ki, bu başda xərabin kəşflərini öyrənməyə mən məhkumam. Ay sən keçi baş, atana deyəcəm. Mən burada xəcəllət çəkirəm. Amma bu Newton səfir çıxardı. Dərsə deyim, oğlunuz məktəbə gələndə, yaxşı ki, bu xoşbəxtlikdən tez-tez baş vermir. Necə yəni xoşbəxtlikdən? Siz nə demək istəyirsiniz? Mən bilirəm ki, o tez-tez dərsdən yanıb, dərsə heç gəlmir. Mən hər gün onu məktəbə göndərəm. Hələ bir ona pul da verirəm. Buyurun, bu da daha Mən həftənin 4-cü və 5-ci günü
dərsdə olmamışam. Ona görə ki, bacım uşağı ilə evdə olmuşam. Hansı bacım uşağı? Sən bacın var, sənin bacın hələ doğulmayıb. Bilmirəm, al bu da daha bir zat. Mən ayın 9-u onu dərsdə olmamışam. Ona görə ki, babamın dəfn arasında olmuşam. Babam rəhmətə gedir. Onun dəfn arasında iştirak etmişəm. Sən mənim atamı da bastırmısan. Yəqin bastırıb da vurulan hər şey gözləmək olar. Sən nə belə edirsən? Cavab ver. Mən burada canından keçirəm. Sən isə fişo. Səhərlər səni oyadıram. Köynəyimi tilər məktəbə göndərirəm. Cibə pul da qoyuram. Niyə susursan danış? Sən bir kasam doldu. Qoy atan da bilsin ki, sən nə oyunlar çıxartırsan. Mən nə eləmişəm ki? Aha, budur. Sinif rəhbərində gəlib, buyur danış. Nəbqan, yenə nə eləmsən? Mən axı nə eləmişəm? Sən evdə görərsən. Daşqabağın yerlə gedir, mən axı nə eləmişəm? Ürəyin güp-güp edir, de görüm nə eləmişəm? Bir günahım yoxdur inan, varsa de olum qurban. Dözmərəm bu hala mən, ölürəm az qala mən. Hər sözümü söz eyləmə, ata-anama söyləmə. Qaşqabaq tökmə belə, de görüm neynəmsən? Gəl mənə dağ çəkmə belə, mən axı neyləmişəm? Qaşqabaq tökmə belə, de görüm neynəmsən? Gəl mənə dağ çəkmə belə, mən axı neyləmişəm? Nə deyib söyləmişəm, səni məndən eyləyib. Kim sənə nə danışıb, işlər yaman qarışıb. Hardadır o mərdi mazar, onu qoy tutsun azar. Keyfimə sən bu canı, doğrama gəl soğanı. Mən sözümü söz eyləmə, əsəbləşib dən eləmə. Liseye gelməmsən, dərsini bilməmsən. Kim nə bilib söyləmişəm, mən axı nə eləmişəm? Liseye gelməmsən, dərsini bilməmsən. Kim nə bilib söyləmişəm, mən axı nə eləmişəm? Müəllimə, mən heç bir şey eləməmişəm. Hə uşaqlar, məktəb hardan başlanır? Bu sualı axtarmaq üçün yola çıxdıq. Yollanaq uşaqların yanına bəlkə doğru cavabı onlardan ala bildik. Nə qədər ki onları biz bir arada toplan gördük, yaxınlaşar. Nərgiz, Yusif, birdən doyarsınlar. Bu nə səhnədir? Bu nə tədbirdir? Yenə niyə deyinirsən? Yenə niyə həyatından narazısan? Olmayan xətrimdə dayan var. Gərək səhnənin ortasına bir stol qoyardınız. Oturardım, dincələ-dincələ, ləzzətlə yeməyimi yeyərdim. Eləmi Nərgiz, bilsəydik sənin üçün bir süfrə də açardıq. Qonaqlıq elə olar da, bəs necə? Bağışla da Nərgiz, bunu heç düşünməmişdik. Ya da gedərdik restorana, tədbirimizi də keçirdərdik, yeməyimizi də yeyərdik.
Qonaqlıq elə olar da, bax belə. Bir qədər də anlayışlı olmaq lazımdır. Bir qədər də ağıl işlətmək lazımdır. Yoxsa nə qədər şablon tədbirləri olar. Demə, ay Nərgiz, hamısı eyni keçir. Danışmaq, oxumaq, rəqs. Danışmaq, oxumaq, rəqs. Danışmaq, oxumaq, rəqs. Arada yemək də yemək lazımdır. Nərgiz, Yusif, orada danışmaq da lazımdır. Oxumaq da, rəqs etmək də. Yeməyəm şaba. Hətta dərsə hazırlıqlı gəlməkdə. Qonaq üçün süfrə açarlar. Bax belə. Biz sizə bugün liseyin hardan başlandığı haqqında olan sualımıza cavab tapmaq üçün yaxınlaşmışıq. Əşi, mənim qarnım ac olanda beynimə heç nə gəlmir. Mən gərək ən birincisi bufetə gedim. Tapdım. Məktəb elə bufetdən başlayır. Yaxşı, sən diyetoloğa get. Bəlkə problemlə bir arası taplar. Məncə biz holqa getsək daha yaxın olar. Axı Nərgizin problemi beyninə gəldi. Əşi, nə beyin, nə problem? Bizim heç bir problemimiz yoxdur. Maşallah, əlhəmdülillah. Quş kimiyik. Nə? Diyetoloq, mən hazır. Bu da bir hayəbətdir ki, bir halda ki, məndən söhbət gedir, şəhərin ən baş diyetoloqu, ən məşhur diyetoloqu kimi nəzərinizə çatdırıram ki, yer üzündə yoxdur məndən. Sən kimsən? Dedim də diyetoloq. Özdə şəhərin baş diyetologu və də ən məşhur diyetologu. Gülün, gülün. Sizin burada gülməkdən ürəyiniz gedəcək. Yeməkdən şit dama dönmüsünüz. Bax gələr, mənə şəhərin baş diyetoloqunuza ehtiyacınız olacaq. Onda da mən güləcəm, onda da mən də özümü naza qoyacağım. Yaxşı, nazlı qız, özünü naza qoyma. De görək bəzənib bu səni para verə. Çörə gedirəm, çörə gedirəm. Sizə nə var ara gedirəm? Eşitdim ki, bəzilərini geyindirib, keçindirib formaya salmaq lazımdır. Amma bunun üçün həmin o bəzilərinin özünü qaydaya salmaq lazımdır. Ona görə geyinib, keçinib yola düzəlirəm. Hara gedirdin? Gedirdim aerobikaya. Yəni, aerobika nədir? Sən elə şeyləri bilməzsən. Ay qız, sən bilirsən şahplov nədir? Sizin elə yeməyiniz yeməkdir. Bəs bura haradır? Bura 6 nömrəli liseydir. Biz də bu liseyin 4-cü sinfi şagirdləri. Nə gözəl. Amma bunun heç fərqi yoxdur. Sizinlə mütləq görüşməliyəm. Ancaq burada yox. Restoranda? Restoran nə restoran? Bunun üçün gərək saytıma qoşulasınız. Rəsmi internet saytım budur. www.aziye.diyetolog.com. Burada mənim ünvanım və Instagram səhifəm var. Sizi gözləyəcəm. Sizə yalnız ehtiyacı olanlar müraciət edə bilər. Bəs biz? Əgər siz də gəlmək istəyirsinizsə, buyurun, yazılın, gəlin. Siz gəlin. Mən elə edəcəyəm ki, sizin mənə mütləq ehtiyacınız olacaq. Gözləyəcəm. Görüşərik. Paka. İndi gəl bunun dediklərindən başa düş. Anla görüm şəhərin baş diyetologu bu sözü nə demək istədi? Əşi, boş verin diyetologu falan. Gəlin gedək bufetə. İndi bufetdə piraşkilər, qurtaflar, pizzalar, daha nələr. Gəlin gedək bufetə.
keçir. Görək bufetdə vəziyyət necədir? Gəlin. Bufetə daxil olanda növbə mədəniyyətinə riayət edin. Bir-birinizin üstünə dırmaşıb baş gözünüzü əzməyin. Həm də tərbiyyə riayət edin. Bu uşaqlarda hər tənfis bufetdədirlər. Qoy yesinlər də, nə işin var uşaqlarla? Yemək vaxtında Nuşican, yeyini ki, qulluğunuzdayam həmişə. Bağışlayın, sizin menülərinizə tanış olmaq olar. Əgər sir deyilsə, Heç sizdən sir saxlamaq olar, sizdən yemək gözlətmək olar. Əgər bizim menü ilə tanış olmaq istəyirsinizsə, onda saytımıza daxil olun. www.biraz.çox.com Nuşican, yeyini için qulluğunuzdayam. Baxdırmayın sizi valla. Bütün günü bufetdəsiz. İstəyir, dadlı yeməklər. Çox sinif otaqları elə bufetdə olardı. Heç partalar düzülərdi. Bir dənə kitab, 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 bir dənə kitab. Heç bir dərdimiz də olmazdı. Sizin nə dərdiniz ola bilər ki, belə qədər liseydə oxuyursunuz. İsti, təmiz, super təmiz, son dərəcə savadlı müəllimlə. Daha nə dərdiniz? Bufetdəki öz yerində. bu uşaqları harda içirəm bufetdən tapıram? Uşaqlar, bu yediklərinizin sizə heç xeyri yoxdur. Bu nədir yeyirsiniz? Mən nə yeyirəmsə ürəkdən yeyir. Bizim üçün əsas odur ki, yeməyimiz bol olsun. Uşaqlar, valideynləriniz liseye gəlsin. Eşitdiniz? Yenə müəllimə. Of, yaxşı. Uşaqlar, bura baxın, siz ona fikir verməyin. De görüm nə qədər pulunuz var, nə istəyirsə sizin üçün pişirir. Pulun var de gör bufetdə yemək nələr Gəl var. bax, hər şey var. Nə istəyirsən al, xərclə, özünə qoy, xəsis olma. Nuşicamız deyin üçün qulluğunuzdayam həmişə. Nərgiz, indi sən fırılacaq nə bufet? Əlindəkini bəs eləmir, böyük tərəfdə gələrik. Əşi yox, o saat mənim yeməyimi çatdırmazlar. Mən gərək bir dərsimi yeməyə həsr eləyim. Gəl. Bax, mən bir bax, şey, X-dən ver, bax. Sizə psixoloq lazımdır. Psixoloq demişkən, mən hazır. Qələmim yenə də iddi yazır. Yazır. Arada pozur. Hərdən yozur. Elə bil ki, yuxudur. Nə yaxşı ki, yuxudur. Bu kimdir? Kimdirsə çox tanış gəlir. Elə bir hardasan, görmüşəm. Nə yaxşı gəldiniz, elə biz çoxdandır psixoloq axtarırdıq. Yaxşı psixoloq. Mən axtarmaq lazım deyil. Yıxılın qarşımda. Sürünün, əyilin. Mən buradayım. Lap yaxınınızda. Demək olar ki, lap daxilinizdə. Yaxşı da, o qədər laf yaxın olmarıq. Biraz məsafəni uyğun saxlayarıq. Dəxli yoxdur. Elə böyük əhəmiyyət də yoxdur. Nəysə, mən çox danışdım. İşim çoxdur. Mənimlə işiniz yoxdur. Yoxsa gedin, tələsinə. Harda olsa gəlib çıxar. Doktor, hara tələsisiz getməyin. Bizim sizinlə
Məktəb hanı başlanır? Hissey başlanır haradan? Cahafdan, cahqaradan. Cavab verərəm sonradan. İndi çıxıram aradan. Hara tələsirsiniz, getməyin. Sizə ehtiyacımız var. Onda zəhmət olmasa kabinetimə buyurun mənim. Mən sizi bir-bir dinləyim, gərək sizi bir-bir dənliyim. Toplum şəklində olmaz, qətiyyən olmaz, solmaz. Bu iş belə qalmaz, bu qaydalara ziddir. Bu iş yalnız mənə aiddir. Psixolog hanım, sizin kabinetiniz hardadır? Yazın. www.psix.olaq.com Daxilin kabinetimə, tez olun beygon. Instagram səhifəmdə orada var. Git şehirlerine mani çekeceğim. Problemden sıkılacağım. Sonra da gözlerimi süzeceğim. Lazım gelse laf göreceğim. Ağzıma geleni diyeceğim. Belki de laf soyacağım. Sonra da teşekkür edeceğim. Mütlak gözleyeceğim. Sizi mütlak gözleyeceğim. Bu da belə getdi. Canınızı yaxşı qurtardı. Az qalsın qulaqlarımdan qan damar. Amma sifəti yaman tanış gəlirdi. Elə bir hardasa lap yaxınlıqda görmüşəm. Şeylər də tanış gəlirdi. İnanılmaz, bu hardan gəlmişdi? Bizim liseydə belə psixolog ola bilməz. Əlbəttə ki, ola bilməz. Hardan gəlibsə, orada getdi. Bizim liseyin öz psixoloquna nə olub ki? Salam uşaqlar. Salam Agil. Necəsiz? Yaxşı. Salam Agil müəllim, siz hardaydınız? Bayaq bura psixolog gəlmişdi ki, bir psixolog gəlmişdi ki, vay vay. Psixolog? O psixolog idi ki. Uşaqlar, mən də gördüm, yolda rastlaşdım. Qəlbə çəkdi mənə. Onun burada nə işi var idi ki? O, psixologdan çox psixolog düşünürdü. Agil müəllim, biz ondan elə qorxduq. Qorxmayın uşaqlar. Heç bir halda qorxmaq lazım deyil. Lazım gəlsə, mən sizə kömək edərəm. Agil müəllim, siz bizim yanımızda olun. Hər zaman xahiş edirik. Bizi tərk etməyin. Qorxmayın, həmişə yanınızdayam. Bunu unutmayın. Yaxşı, deyin görüm, siz burada nə edirsiniz? Dərsiniz yoxdur? Agil müəllim, biz indi məşq edirik. Məşq? Nəy məşqini? Məşq uşaqların inkişafıdır. Yaxşı edirsiniz. Qoy bu sürpriz qalsın. Siz də gəlib baxarsınız. Birdən məni parodiya edərsiniz ha. Bax belə şey eləməyin ha. Gülşən mənməyə vərəqi verərsiniz. Qısır eləsiz versin, gəlib sizinlə işləyəcəm. Bunu unutmayın ha. Sağ olun. Yaxşı məşq edin. Vərəqləri unutmayın ha. Sağ olun. Bu nədir belə? Agil müəllim kreativ fikirlərilə həmişə fərqlənir. Yüreği yananda Şeylonski çay Canlı baldı fala kandı şehri kabulay Sürür vurur yüreği yananda Şeylonski çay Lise yerdən başlayır. Bəlkə elə lisey,
valideyn iclasından, monitorinqlərdən, KSG-lərdən, uşaqların oxuyub savad almasından başlayın. Düz deyirsən. Gəl gedək valideyn iclasına. Gəl. Bilirsiniz necədir? Onlar mən olmadan yaza bilməzlər. Necə yəni siz olmadan? Axı onlar başqa məktəbə gedəcəklər imtahan verməyə. Bir dəqiqə, indi mən sizə başa salaram. Uşaqları bundan paylayarsınız. Onlar özləri başa düşəcəklər. Paylayarsınız. Nədir? Dostlar, bilirsiniz, məktəbimizdə elə insan var ki, onsuz qətiyyən olmur. Bəlkə elə ondan soruşaq məktəb hardan başlanır?
təcili telefonları yığışdırın. Valideynlərinizə şikayət edəcək. Həkim, biz burada tədbirin ssenarisini oxuyuruq. İnanmırsınız, alın baxın. Tədbir? Nə tədbir? Kim icazə verib? Vay vay, bu nədir? Virus, mikrob. Bu telefonlarda nə qədər virus var? Onların hamısı sizi məhvə doğru aparır. Bu vərdişdən nə vaxt əl çəkəcəksiniz? Həkim, biz tədbirə hazırlaşırıq. Həkim, nə həkim? Nə həkim? Bu nə başdır? Bərbərə get. Valideynin məktəbə gəlsin. Əllərin nə gündədir? Kimlər analiz gətirib? Axı mən tapşırmışdım. Gətirməyənlərin valideynləri gəlsin. Həkim, nə analiz? Biz tədbirə hazırlaşırıq. Buraxılış gecəmiz olacaq. Buyurun, siz də gəlin. Möhtəşəm konsertimiz olacaq. Çoxlu qonaqlarımız da olacaq. Sən nə danışırsan? Nə konsert, nə çoxlu qonaqlar. Qoy sakitləşsin, sonra bir şey fikirləşərik. Tak, siz orada nə vaxt fikirləyirsiniz? Mən sonuncu dəfə deyirəm. Bir də təkrar etməyəcəm. Gətirməyənlərin biri də tədbirə buraxılmayacaq. Siz nə danışırsınız? Biz bugünü səbirsizliklə gözləmişdik. Düz 4 il. Bu analiz söhbəti yaman uzandı. Yaxşı, əgər analizlərin cavabını vaxtında gətirsəz, gələrəm. Hə, bir də psixoloq da tədbirdə iştirak edəcək. Bəli, hətta dietoloq da iştirak edəcək. Dietoloq? Hansı dietoloq? Yaxşı, onda mən də gələrəm. Getdim. Həkim, bəs analiz? Analizləri mənim kabinetimə göndərərsiniz. www.x.kim.com Valideynləriniz mütləq liseye gəlsin. Siz gülürsünüz, amma mən narahatım. Niyə narahatsan? Axı bizə tədbir keçirməyə icazə verməmişdilər. Demişdilər ki, uzunçuluq eləyirsiniz. Biz də heç hazırlamayaq. Elə buna görə də bütün gücümüzü imtahanlara sərf elədik. Elə imtahan verdik də, vəssalam. Bəs analiz? Analizi həkimin kabinetinə göndərərsən. www.x.kim.com Uşaqlar, bir dəqiqə həkim qrupa səs atıb. Gəlin dinləyək. Zəhmət olmasa valideynlərlə əlaqə saxlayın. Bu uşaqların analizini edib mənə cavablarını gətirsin zəhmət olmasa. Çox sağ olun. Sizcə xəbərim var. Biri yaxşı, biri pis. Birinci hansını deyək? Əvvəlcə yaxşı deyil, sonra pisi deyərsiniz. Tədbir keçirtməyimizə icazə verdilər. Bəs pis xəbər? Dedilər ki, 1 saatdan çox olmasın. 1 saat? Cəmi 1 saat? Biz bu 4 ili 1 saata necə yerləşdirək? Bunun üçün bizə yaxşı senarist lazımdır. Yaxşı da rejissor. Başlandı da. Bəs rəqs etməyəcəyik? Uşaqlar mütləq edəcəyik. Gəlin gedək rəqsə. Belə rəqs eləyərlər, saçlarınızı səbicran kimi tökmüsünüz. Müəllimə, bir söz soruşmaq olar. Söz soruşmaq olmaz. Müəllimə, axı bir sualımız var. Sualın olmasın. Aman olar. Keç cərgədə dur, danışmaq olmaz. Müəllimə, biz sizə liseyin hardan başlandığı ilə bağlı sual vermək istəyirik. Sizin də bu suallarınız məni bura yığıb. Əllərinizi qaldırın, başladıq rəqsə. Sağ, sol. Ay qız demədim, əllər yuxarıda. Sağa dönürük. Ay qız demədim, sağa. Zuya, əsəblər
əsəbləşmə. Necə yəni əsəbləşməyiblər, sağlarını, sollarını tanımırlar. Tutun əllərinizi. Bunlar heç sağlarını, sollarını tanımırlar. Bezdim də biz bunlarla işləməliyik. Dedim də sənə gəl bir sürücü götürməyək. Mən sancını götürək. Nını götürmə, bığını götürmə, cığını götürmə. Biz işləməliyik ya yox. Bunlar mənim sözümə baxmırlar. Mən bezmişəm, yorulmuşam. Zülfiyə müəllimə yenə sizə əsəbləşdi. Əllər düz. Bilirsiniz nə qədər əsəbləşdirirlər məni? Uşaqlar, müəllimlərinizin sözünə qulaq asın. Ay düşəmə, bunlar heç sağlarını, sollarını tanımırlar. Öyrədin, Bax, qolunu düz tutmur. öyrədin. Axı siz professional müəllimsiniz. Siz uşaqlara bütün ritmik hərəkətləri öyrətməlisiniz. Necə yəni? Qollarını düz tutmur. Uşaqlar, mənim əsəbsi gəlin gedək. Zulya, nə əsəbləşirsən? Vaxtımıza var hələ. Get, öyrət. Dostlar, bir nüansı da unutmayaq ki, liseyə məhəbbət həm də evdən başlayır. Evdən, tərbiyədən, həm də qarşılıqlı münasibətdən. Görəsən bizim qəhrəmanlar evdə dərslərini hazırlayarkən onların köməyinə kimlər yetişir? Bilmirəm, baxaq görək. Bir tədris vahidi üçün əsas olaraq açıq saat tədqiqatından istifadə edərək yeni öyrənmə mühitləri təqdim edin. İndi gəl bundan baş aç. Nə olub? Yenə dara düşmüsən? Bir çətinliyin olanda utanma de. De, kömək edək. Sən heç narahat olma. Heç bir problemim yoxdur. Özüm həll edərəm. Bu layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq və layihə əsaslı öyrənmə bacarıqların inkişafı, proqramlaşdırma əsasların öyrədilməsi məqsədini daşıyır. Nabat, ay Nabat. Nabat. Nə oldu ay kişi? Buyur, sən istəyirəm. Deyirəm bu uşağın başına hava zöt gəlməyib görəsən. Hava soyuqdur. Dur qapını bağla. Daha nə deyinirsən? Soyuq havanı demirəm. Bəs nə deyirsən ay kişi? Bir başını telefondan qaldır. Bir diqqətlə bax Zəhraya. Bir yaxdan ondan heç gözüm suyu içmir. Yazıq uşaq. Neyir ki? Dərsini oxuyur da. Dərs oxumanı oxuyur, amma nə oxuyur onu anlaya bilmirəm. Ay kişi, tapşırığını oxuyur. Sən onlara mane olma. Nə bilim valla. Məqalənin növbəti bölməsində müəyyən bir fokus və məqsəd olmalıdır. Deyirsən fokus göstərəcəklər. Bildim, axı bunlar tədbirə hazırlaşırlar. Yəqin tədbirə fokus çıxardanlar gələcək. Ay kişi, bəlkə özü tədbirdə fokus göstərmək istəyir. Layihə təhsil alanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabət qabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır. Şagirdlərin alqoritmikanı mənimsəməsində müəllimlərin rolu danılmazdır. Ay baba, bu nə qəriz mövzudur belə? Sən hansı dərs hazırlayırsan? Baba, İşin yoxdur. Qoy dərslərini hazırlaşsınlar. baba, bu alqoritmika dərsidir. Algometrika? Bizim liseydə belə bir fən keçirilir.
məşğuldur. Alqoritmika öyrənir, amma sən hələ də oyuncaqlarınla oynayırsan. Əl çək oyuncaqlarından. Alqoritmika oxu, alqoritmika. Baba, bu oyuncaq deyil, robot. Robotu neynirsən ya oğul? Bu bizə STEM dərsində keçirilir. İndi biz bu dərsdə çoxlu kəşflər edə bilir və elmin incəliklərinə yayınlayır. Bu çox maraqlıdır, nə var? Bizim ömrümüzdə heç belə şeylər yox idi. Düzdür ya kişi. Bizim vaxtımızda alqoritmika nə idi? Sistem nə idi? Bil bacar, nə bilim nə. Ah bu aralar façistim dersi indirip yordu aman. Bu derslerden kaçmak içinse 2 bilet almalıyam. Bu düşüncen yaman yanlıştır, liseye gitmelisən. Derse girmelisən, tələbimdir, inadına bilməlisən. Çox düşünmə, gəl bir qərara, boş fikirləri fırlat kənara. Məndən əl çəkin deyirəm, səninlə gəlirəm, düş səni gözləyirəm, gedək oxumağa. Derslerini yazmağa, düş gedək oxumağa. Bir sıra sən də ora. Sinfimiz bir yerdə olanda ürəyimə bal yaxılır. Façistin dərsindən fəalam, mənə 100 bal yazılır. Qırmızı çiçək, sapsarı güllər əllərimizə yaraşır. Tembellikten heç nə alınmaz, bizə bilik yaraşır. Çox düşünmə, gəl bir qərara, boş fikirləri fırlat kənara. Məndən əl çəkin deyirəm, səninlə gəlirəm, düş səni gözləyirəm, gedək oxumağa. Dərslərini yazmağa, düş gedək oxumağa. Bir sıra sən də ora. Gedək oxumağa, dərslərini yazmağa. Düş gedək oxumağa. Bir sıra sən də ora. Gedək oxumağa.
yetişir. Bizim lisey igidlər yetişdirir. Bizim lisey alimler, profesörler ve akademikler yetiştirir. Pedaqoqlar yetişdirir. Bizim lisey fərqli məzun yetişdirir. Biz bugün sizə hər şeyin təsirini göstərdik. Bugün biz bir sualın sorğusu ilə yola çıxdıq. Öyrənmək istədik ki, hardan başlar lisey? Hardan başladı, paralara dək aparır bizi bu yollar. O yollar keşməkeşli. O yollar kəzəmətli. O yollarda yalnız ucanmaq da var. O yolda yalnız müdriklik var. Elmə açılan qapılar bu liseydən başlayır. Vətən mərhəmətli, sən öyrətdin, sən bizə. Ucaldıqca ucalmalı. Uzaqdan kəm almağı sən öyrətdin, sən bizə. Tənbəllikdən uzaq oldun. Harda olursun ola, səni sevirik. Doğma, əziz liseyimiz. Bugün biz həm də 4 illik məktəb həyatımıza əlvida edirik. Düz 4 il əvvəl biz bu liseyə balaca, qorxaq, heç bir hərfi tanımayan uşaqlar kimi gəlmişdik. Onun qayğısıyla biz böyüyərək artıq sərbəst addımlar atmağa başladıq. Bu illər ərzində o təkcə bizə dərs keçmədi, həm də həyatın düzgün yollarını göstərdi. Bəzən hərfləri səhv yazdıq, bəzən rəqəmləri qarışdırdı, amma o heç vaxt bizdən üz döndərmədi. Dəcəlliklər elədi, yerimizdən danışdıq, dostlarımız ilə dalaşdıq, amma o yenə də səbri ilə bizi arkada qoymadı. 4 il bir nağıl kimi keçdi. İndi isə biz bu nağla biraz kədər, biraz sevinc ilə vida edirik. Sizi çox sevirik, əziz Gülşən müəlliməmi. Çox sevirik, Gülşən müəllimə.
Mən öz körpə balalarıma bildirəcəm. Ən böyük təşəkkür onlara düşür ki, onlar böyük həvəslə bu günü gözləyirdilər həqiqətən də. Və inanıram ki, mən sənin arxasında olsam da, amma inanıram ki, onlar bu üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdilər. Təşəkkür edirəm. Bu tədbirin ərsəyə gəlməsində ən önəmli rollardan birini oynayan bizim tədbirimizin ssenari müəllifi Mirzəzadə Rəna xanıma təşəkkürümü bildirirəm. Və bu səhnəni quran Kəmalə xanıma təşəkkür edirəm. Olan koreograflarımıza təşəkkür siyahımız böyükdür. Təşəkkür siyahısını düşünürəm önü əvvəli olmur. Böyük təşəkkürlər düşür məktəbimizin müdiriyyəti Gülşən xanıma ki, bizə şərait yaratdı. Dəstəyinizi bizdən əsirgəmədiniz. Ürəyimdə uşaqlara olan arzularım çoxdur. Yəqin ki, arzularımı sözlərimlə yox, göz ifadələrimlə mən onlara çatdırıram. Tədbirdə də gördünüz ki, mimikalarımdan onlar məni çox gözəl başa düşürlər. Ona görə göz ifadələrimdən də arzularımı başa düşürlər. Yolları daim açıq olsun, səsləri həmişə uca zirvələrdən gəlsin. Mən bu tədbirin sualı ilə başlamaq istəyirəm. Məktəb hardan başlayır? Məktəb, bax, bu körpə şagirdlərin saf qəlbində olan məhəbbətdən başlayır. O məhəbbət ki, ailədə cücərir, məktəbdə biraz yetişir. O məhəbbət ki, sonra müəllimə sevgi ilə, məktəbə sevgi ilə, tarixinə, incəsənətinə, ədəbiyyatına sevgi ilə və nəhayət vətənə, doğulduğu torpağa məhəbbətlə başlayır. Çünki bu məhəbbət olmasa, bugün Azərbaycanın inkişafında onu dünyaya tanıtdıran qəhrəmanlıqlar üzə çıxardan şagirdlərimizin adı, sorağı olmaz. Mən inanıram ki, uşaqlar, həqiqətən də sizin bugün dediklərinizin tam əksi olaraq siz xalqımıza, vətənimizə layiqli bir vətəndaş kimi yetişəcəksiniz və 6 nömrəli məktəb lisey sizin adınızı hələ çox-çox illər sonra da uğurlarınıza sevinərək eşidəcək. Amma lisey bir də başlamaqdan başqa imtahanla bitir və imtahan nəticələrini inşallah ki, sizdən uğurla gözləyəcək.